Dim test toplusu alkadiyenler bölmesi sayfa 170 28. sual. Xlorpren molekulunda hansı orbitallar örtülməsilə gələn rabitə var? Yazaq xlorpreni. Yazdıq. Və bu karbonlar hansı hibrit vəziyyətdə olduğunu yazaq. Hamısı nədir? SP2, SP2, bu da P. Və gördüyümüz kimi burada SP3 yoxdur. Ona görə çıxırıq. Hə? Başqa nə yoxdur? SP də yoxdur. Bunu da çıxırıq. Artıq görünür də burada nə ola bilər? Başa düşdünüzmü? Hə. İndi bu P. İndi SP2P deyəndə SP2P. Yəni SP2 karbondur, P də xlordur. Karbon, xlor arasında sigma rabitə varmı? Var. Deməli bu olar. Bir də ikinci PP'dir. PP deyirsə, yəni bu pi rabitəsi deməkdir. Bunda pi rabitəsi də var. Pi rabitəsi P orbitalların bir-birinin örtülməsinə yaranır. Bilisizcə, demək iki tərəfdən örtülür də P orbitalları. Yəni bu cür. Buna pi rabitəsi dedik. Yəni pi rabitəsi var da. 1 və 2-dir cavab. C variantı. İnşallah. Kum ile olunmuş alkaliyendir. Alkaliyenin kum ile olmuş deyəndə çıqat rabitələr yan-yana gəlir. İndi burada sigma rabitəsi nə qədər olur? Atom sayından bir barədə. 3-ən çıx 3 olur. 3-ən çıx 3 qədər sigma rabitəsi. Bərabərdir 15-ə. N bərabərdir neçə? 6-ya. C6H10 deyir. İndi burada bunun kumül olmuş alkaliyen formunu yazılmalı. İki qat rabitələr yan-yana olacaq. Alt tane karbon. Yəni bu cür. Elədir. Nə qədər onda sp3 hibrid orbitalı vardır? Şimdi sp3 karbonlar, bunlar da 3 tane karbon sp3'tür. Üç karbon sp3'tür. O da 3 vur neçə? 4. 12 hibrid orbitalı. Y 12'dir. Cevap A. Otuz 4. Alkadiyen bir de sual içinde formu ne yazarıq? Bəli.
daha rahat olması üçün bu cür yazacaq formula. Və belə də qamma tənini oksigen əmsalı neçə olur? Necə olur oksigen əmsalı? 3x çıx 1 bölünsün 2 yanması. Yaxşı. İndi karbon-karbon arasında sigma rabitəsi karbon sayından, yəni 1 baydadır. 2 çıx 1 olur. Bərabərdir. X bərabərdir. N üstəcə 1'dir. Yerine yazsa 3n üstecel 1 çık 1 bölünsün 2. Yani 3n üstecel 2 bölü 2 olacak. B variantı. Bir 8. Burada Euler-Venn diagramı veribdir. Ona uygun ifadeler müəyyən edək. Deməli, dibini verib. Xlorpren verib. Belə. Yaxşı. Karbonların hansı bir dərəcədə olduğunu yazılır. Grafdas, xlorun özü də P-dir. İndi baxaq görək nə soruşur. 1. 12 ədəd hibrid orbitalı. Məsələn, görək burada neçə karbon? 4 karbon sp2-dir. Hərəsini öz altına yazacaq. 4 karbon sp2 neçə hibrid orbitalı deməkdir? 4 bura 3. 12 hibrid orbitalı. Burada da həmçinin 4 karbon sp2 bu da 12 hibrid orbitalı. Yəni bu hər ikisinə aiddir. 2. 4 ədəd p orbitalı var. Burada 2 dənə p rabitəsi var. 2 p rabitə olduğu üçün bir p rabitəsində 2 p orbitalı var. 2 p rabitə olanda bəli. Burada da yine 2 p rabitə var. 4 p orbitalı burada. Bir tane de xlor var. 1 p orbitalı burada. Belədir 5 p orbitalı. Deməli ki, hara gedir? Birincinə. Bəs 3 hara gedir? Üçüncünə. 6 ədəd s orbitalı. Yəni hidrogen sayı deməkdir. Burada neçə hidrogen var? S deyəndə hidrogenlərdir. 6 hidrogen, 6 s orbitalı. Bəs burada 5 hidrogen, 5 s orbitalı. Deməli 6'nı hara yazıq? 4'ə. Yəni 4'ü birincinə yazıq. 5'inci hara yazıq? 3'üncünə. A variantı olur.
50. Deyir ki, sıfırdan aşağı düşməsiyle artır deyir. Hə? Yəni yan-yana birləşir. İki qat tərəfdə kənara düşür. İki qat tərəfdə kənarda olur. Məsələn, bax, birinci dibini 1 mol bromla. Məsələn, sıfırdan aşağı temperaturda nə alır? Necə birləşir? Yan-yana. Bəli. CH brom, CH brom, CH, CH. Yəni, sıfırdan aşağı olanda iki qat rabitə hara düşür? İki qat rabitə kənara düşür. Sıfırdan aşağı olanda iki qat rabitə hara düşür? Kənara. İndi baxaq ki, hansında bir kənara düşür? Məsələn, birincində olar, hə? Başqa? İkinci olmaz, çünki ikincində ortaya düşür. Üçüncü də olmaz, o da ortaya düşür. Deməli, ancaq bir olacaq. A variantı. Əlli alkadiyen deyir. Məsələn, alkadiyen burada hidrogen sayı çəmir. Məsələn, formul onda karbon 2s H2 çıx 2 deyək. Belə deyək. Və burada da hidrogen sayı 2'ye verib. Yəni 2x çıx 2. Onda x nəyə bərabər olur? N plus 1. Yaxşı. S1 çift doktorlarsa maksimum olmalıdır. Alkadenlər kumil olmuş var, konik olmuş var, izol olmuş var. Hansı şəkildə yazsaq, S1 karbonların sayı daha çox olar. İzola olunmuş da necə ola bilər? Məsələn, bax, belə bir şey deyək. Məsələn, bir dənə izola olunmuş yazaq. Məsələn, izola olunmuş. Deyək ki, izola olunmuş nə deməkdir yəni? Yaxşı, bax, belə bir şey yazaq. Məsələn, deyək ki, A sayıda karbon, məsələn. Onda belə görürük ki, burada hal-hazırda 4 karbon sp2-dir. Onda belə halda 4 karbon sp2 olur. Hal-hazırda. Bəs hansıda sp3 karbondan sayı daha çox olar? Bəli, kumilədə. Məsələn, kumilədə necədir? Kumilədə. Məsələn, burada 4 karbon sp2 olduğunadır. Onda 2 çıxaq, deyək ki, bir də buradadır, deyək ki, 2 çıxaq 5 karbon sp3'dür. Yəni, burada az olur. Məsələn, kumilədə belədir ki, 2 qat rabitələr yanaşı gəlir, hə? Cəmi nə qədər karbon var? X sayda karbon var. Qalan karbonlar, yəni nə qədər karbon qaldı? 2 çıxıq 3 karbon. Düzdür? Qalan karbonlar nədir? S1 bitirəcəkdir. S1 bitirəcək. Onda S1 orbitalların sayı nə qədərdir? Məsələn, 2 çıxaq 3 karbon S1. Neçə olacaq deməli? Ya da x'in yerinə n plus 1 yazsaq, elə burada yerinə qoysaq. Hə? X'in yerinə n plus 1 yazsaq, nə olacaq deməli? N çıx 2 karbon S1 olur. Hə? 4-dən çıx 8 hibrid orbitalı. Aydındır? Yəni bu nə olacaq? A variantı olacaq. Başa düşünüz?
kum ilə ya koniqa, yox, koniqa ya da izola yazılanda 4 karbon sp3 olur. Onda nə qədər karbon sp3 olur? 2 çıxart 4 karbon. Bunda isə nə qədər karbon sp3? 2 çıxart karbon. Deməli, hansı karbonda daha çox sp3 var? Kum ilə də. Əl 8. Burada nə deyir? C4H8 və C4H6. Hərəsinin neçə mol olduğunu bilmirik. Ona görə nə yazırıq? A mol, B mol. Tam hidrogenləşmə reaksiyasının qrafiği. Yəni, hər işin üzərinə hidrogen gəlir. Bir yazırıq. Məsələn, C4H8. 1 mola neçə mol hidrogen birləşir? 1 mol. Yəni, C4H10 alır. Elə birbaşa deyək. Bunun A-na, A mola, A mol, bu da A mol düşür. A mol düşür. C4H6. Nə qədər hidrogen birləşir? 2 mol. Yəni, C4H10. B, 2B, bu da B deyək. Yaxşı. İndi bu məhsuldur, artan məhsuldur. Yəni, burada hansı olacaqdır? C4H10'dur. Bu da 24 mol alıb deməli. Yəni, A üstəgəl B bərabərdir 24-ə. Bəs gördüyümüz kimi biri 32 mol sərf olunub. Biri girik, biri də 2 mol. 32 nə ola bilər? Ən çox sərf olunan hansıdır? Daha çox sərf olunan hidrogen. Onda A üstəgəl 2B bərabərdir 32 deyərik. Və burada sistem tənliq qrup. Sistem tənliq qrup. Deməli, A üstəgəl 2B bərabərdir 32. A üstəgəl B bərabərdir 24. İndi özünüz A və B-ni tapın. A neçələri, B neçələr? A 16, B 8. İndi A ikisi yoxsa girikdir? A girikdir. Deməli, bura 16 düşür. Bu da 8. Bu Y, bu ikisi. Cevap 16.